Salam uşaqlar, necəsiz? Bugün sizlərə mədəniyyət mövzusundan əziyyət çəkib qısa şəkildə qeyd yazmışam. Onu oxuyacağam. İzah falan veriləsiz, burada heç nə yoxdur. İstəmədim ki, qısa video şəklində atım, çünki bilirəm ki, onu ötürüb keçir uşaqlar. Deməli, hərəsini ayrı-ayrı yazmışam. Bu arada dərsliklərə əsasən yazmışam və özümdən yazmamışam, yəni. Tarixi ayrı yazmışam, coğrafiyanı, şərqşünaslığı ayrı yazmışam, Əkinçi qəzeti haqqında ayrı yazmışam. Sonra sizə Kəşkül qəzeti, Ziya qəzeti, rəssamlar, memarlar, aşıqlar, muğamlar. Muğamlar deyəndə ki, muğam oxuyanlara ayrı-ayrı yazmışam. Məsələn, buradan gəlin elə başlayaq. Tarixdən biz kim deyirik? Abbasqulu Ağa Bakıxanovu. Burada haradasa hər yerdə Abbasqulu Ağa Bakıxanovu görərsiniz. Bunu ağa ayırıb Gülüstan İrəm əsərini yazıb. Belədir. Kərim Ağa Fatih neyib? Bu Gülüstan İrəmdə, onu deyim ki, dedim izah verməyəcəm. Əvvəlki vaxtlardan, ta qədim dövrlərdən Gülüstan müqaviləsinə kimi olan Azərbaycanın tarixini yazıb, bir də ki, Gülüstan müqaviləsində tərcüməçi olub. Bunu da yadınızda saxlayırsınız. Sonra nə yazmışam bura? Kərim Ağa Fatih. Bax, bu çox düşür. Yəni, əsas yer budur. Kərim Ağa Fatih Şəki xanlarının müxtəsər tarix əsərini yazıb. İskəndər bəy Hacınski Qubal Fətəli xanın üçün yazıb. Mirzə Adıgözəl, bax, 2 dənə Mirzə var burada, başqa soyad yox imiş ki. Mirzə Adıgözəl Qarabağnamə əsərini yazıb. Özü ikisində də Qarabağ var, ikisində də Qarabağ var. Yadınızda saxlayırsınız ki, adı gözəl olan Qarabağnaməni yazıb. Bax, burada da ə var, indi mən yazmışam, burada da var. Nətər yadınızda saxladınız? Qarabağnamədə də var, adı gözəldə də var. Mirzə Cavanşir Qarabağ tarixini yazıb. Bir dənə bu da Cavanşirdə də var, tarixdə də var. Belə yadınızda saxlayın, geçsin. Mədəniyyət bilirəm ki, hamının ən sevdiyi, dərdindən öldüyü dərsdir. Abbasqulu Ağa Bakıxanov yenə burada ümumi coğrafiyanın kəşfi qəraib əsərini yazıb. Bir də Qanuni Qüdsi əsərini yazıb. Hacı Zeynalabdin Şirvani, böyük yazmışam ki, onu Tağıyevlə qarışdırmayasınız. Şirvani coğrafiya şünas idi, səyyah idi. 40 ildə səyahət eləyib. Bax, səyyahdır. Əsərlərində də səyyah var. Səyahət bağı, səyahət gülzarı əsərlərində yazıb. Yaxşı, gələk. Bura gəlməyək. Deməli, şərqşünaslığa gələrək baxaq. Deyir ki, Abbasqulu Ağa Bakıxanov yenə ilk nəyə yaradıb? Elmi qrammatika kitabını yaradıb. Elmi qrammatika kitabı. Qrammatikada nədir? Qaydadır da. Mirzə Topçubaşov Peterburq Uni yazmışam tənbəlliyimlə universitetində şöhrət qazanıb 50-dən çox ildə burada dərs deyib. Farsça və türkcə dillərində bu 2 dildə dərs deyib. Rus Arxeologiya Cəmiyyətinin Şərq Numizmatikasının şöbəsinə də başçılıq eləyib. Britaniyanın Kral Asiya Cəmiyyətinin həqiqi üzvü olub. Kazım bəy Kazan və Peterburq universitetlərində yaradıcılıq göstərib. Fars, Rus, Ərəb, Türk və yoxdur da bunda. Fransız dillərini də öyrənib. Türk-Tatar dilinin qrammatikası əsərini yazıb və bu da Demidov mükafatına layiq görülüb. Deməli, Abbasqulu Ağa Bakıxanov ilk elmi qrammatika əsərini yazıb. Deməli, Kazım bəy də Türk-Tatar dilinin qrammatikasını yazıb. Bu Demidova layiq görülüb, amma Abbasqulu Ağa Bakıxanovunki layiq görülməyib. Sonra Mendeleyev yazmışam ki, bura neft sahəsinin çöküşünün səbəbini öyrənmək üçün Azərbaycana 3 dəfə gəlib. Yəni, neft artıq getmirdi satışı. Oradakı problemi öyrənmək üçün də Mendeleyevə zəng eləyirlər ki, gəl araşdır, görə burada nə var. Bu yazdıqda 3 dəfə gəlir, axırdan problemi aradan qaldırır. Yəni, neft əvvəlki kimi satılır. Mövsüm bəy Xanlarov, bu nədir? İlk üzvü kimyagərdir. Azərbaycanın neft kimyası üzrə ilk elmi laboratoriyanı yaradıb. Mövsüm Xanlarov deyən kimi də kimyagər sözü yadınızda qalsın ki, kimyagər olmuşdu.
Yaxşı. Sonra burada Həsən bəy Zərdabi. Bu nə idi? Əkinçi qəzetini yazan idi. Moskva Universitetində təbiət elmləri. Bunun da nətər? Təbiət nədir? Əkinçi qəzeti elə əkinçidən danışır da, yəni kənddən, kəsəkdən falan. Belə məntiqlə öyrənir. Bu əkinçi də heç bir elmi sahə falan deyil, nə bilim. Sənaye də deyil. Ona görə nə qalır da? Təbiət qalır da, yəni təbiət elmləri əsərini yazıb. Belə yadda saxlaya bilərsiniz. Azərbaycan Milli Mətbuatının əsasını qoymuşdu bu Əkinçi qəzeti ilə. Sonra Əkinçi qəzetiyə gələk. 75-77-ci illərdə neynəmişdi? Rusiyanın razılığı ilə nəşr olmuşdu. Yəni Rusiya razılıq verməsəydi nə idi? Çapdan çıxmayacaqdı. Razılıq verir. Və bu da Şərq dünyasında Avropa üsulunda dərc olunan ilk mətbuatlardan biridir. Sonra görür ki, Rusiya, bu Osmanlı-Rusiya savaşı olaraq 1877-78-ci illərdə güya deyir ki, Əkinçi qəzeti kömək eləyir Osmanlıya. Ona görə deyir ki, day bəsdir, nəşr eləmirsiniz sizə Əkinçi qəzetini. Fisiyo da, siz getdiniz, çıxdınız gözümlə. Mən sizə icazə vermişdim, amma siz gedib Osmanlıya dəstək göndərirsiniz. Sonra Ziya qəzeti 1874. Mən ümumiyyətlə qeydlərimdə belə yazıram, uşaqlar deyim, sizdə kömək olar da sizə. Qısa konkret, o dəftər tutub dastan yazırsınız. Əsasdakı qızlar, bütün rəngi, nə bilim, stiker, highlighter, rəngli məngli qələm, upuzun şeylər yazır, qısa, bax. Yazdın adım Ziya qəzeti. Neçənci il? 79. Harda nəşr olunub? Tiflisdə. Kim tərəfinə? Səid Əfəndi Ünsizadə. Uzun yazmaqdan ki, Ziya qəzeti 79-cu ildə Tiflisdə Səid Əfəndi Ünsizadə tərəfindən nəşr olunub, qısa belə işarələrlə. Mən sizə demişəm də X nədir? Öldü. Öləndə X, qalib gələndə Pilius. Minus qoyanda nə olur? Məğlub. Belə. Görürsünüz, belə qısa işarələrlə də qəşəngcənə qeyd götürmək olar. İndi dəftərdə elə yazarsınız, qəşəngcəndə yadınızda qalacaq. Elə həvəslə özdə. Rəngi də orada istifadə edəndə işarələrə istifadə edərsiniz. Çox uzun qeyd yazanda sonra özü bezir deyir. Mən nətər tarix öyrənəcəm. Sonra Azərbaycanca da həftəlik qəzeti idi. Bu həm Azərbaycanca idi, həm də həftəlik qəzet. Görürsünüz, bunu qısaca yazmışam. 80-ci ildə Ziya-i Qafqaziya adı ilə nəşr olunur. Bunun da elə adı onsuz da Ziya qəzetidir. Sonra yadınızda saxlayırsınız ki, bir il sonra da adı dəyişir olur Ziya-i Qafqaziyə. Ziya-i Qafqaziyə. Kəşkül qəzeti 83-də idi. İlk dəfə, necə bura yazmamışam, Azərbaycan milləti ifadəsi işlənib. Dənə indi yazaram bura. Azərbaycan. Bu niyə belə deyirik? Bu dövrdən əvvəl, bu da 1891-in nəşrində idi, istifadə edilmişdi. Niyə belə deyirik? Deyirsiniz ki, ay müəllim, əvvəlcədən niyə Azərbaycan milləti ifadəsi yoxdur ki? Yox. Soruşurdular ki, təzə kitablarda yoxdur, bu köhnədə var idi. Deyirdi ki, soruşanda Azərbaycanlardan ki, sənin millətin nədir? Deyirdi ki, müsəlmanı. Yəni, bu ifadə hələ formalaşmamışdı. Ümumiyyətlə, ruslar demişdi ki, komendant rejimində onların düşüncələri belə rusca olmalıdır, rusca. Ona görə bizdə hələ onlar formalaşmamışdı. Təəssüf ki, belə deyirəm ki, siz tarixinizi boş yerə öyrənmirsiniz. Diqqətlə, məntiqlə oxuyun, daha dərinlə gedin. Dərk eləyin ki, nələr var. Əkinçinin yolunda davam etdirirdi. Əkinçidən sonra, yəni Kəşkül qəzeti onun kimi idi. İnsanları maarifləndirdi. Sonra aşıqlar deyəcəm. Molla Cümə, Aşıq Ələsgər, Aşıq Əli. Bir dənə də bizim qaçaq alımız, Əli deyirəm, alı. Qaçaq alımız da var idi. Bunu da qarışdırmayın. Qaçaq alı başqa. Aşıq alı başqa. Sonra muğamda da kimlər deyəcək? Xarrat Qulunu, Hacı Hüsü, Cabbar Qaryağdıoğlunu. Rəssamlardan da Mirzə Qədim İrəvani deyəcəyik. Bunda gənc qadın portreti, oturan qadın portreti, Abbas Mirzə əsərləri var idi.
Xurşudbanu Natəvan dializmdə şəkil çəkmişdi, rəsm əsərləri, bədii tikmə ustası idi, xəttat və rəssam idi. Sonra Mir Mövsüm Nəvvab da bunlardan biri idi. Memarlıqdan gələk, Rus hərbi mühəndislər tərəfindən, özdə hərbi sözünü yazmamışam bura. Hərbi mühəndislər tərəfindən Bakı, Şamaxı, Gəncə, Naxçıvanda şəhərsalma planları qurulur. Qasım bəy Hacı Baba Bəyov. Bəli, soyad tapmayıblar uşaqlar buna. Həm Hacı, həm Baba, həm də Bəy, həm də Ov. Hər üçü birindən, eskafe kimi hamısından var. Nəsə yadınızdan çıxıb eləsə, yadınızda salırsınız ki, ən uzunu hansıdır? Hacı Baba Bəyov. Bunu götürərsiniz hara? İçəri şəhərin kənarında inşa edilən meydanın tikintisini həyata keçirdən şəxs kimi. Hacı Baba Bəyov. Hacı Baba Bəyov. Belə tez-tez desəz, əslində yadınızda qalacaq. Zivər bəy Əhməd Bəyov və İosif, bu da deyəsiniz Losif kimdir? İosif Qaslovski görkəmli memarlar idi. 1898-1900-cü ildə Zeynalabdin Tağıyev. Bayaq dedim, Şirvani niyə böylə yazmışam, qarşıdırmayasın. Yəni. Şirvani coğrafiya şünas idi. Mən də yazana qədər coğrafiya şünas. Qızlar məktəbini tikdirmişdi. Hacı Zeynalabdin Tağıyev. Tikdirmişdi, tikmiş desə səhv idi. Bax, səhv yazmışam. Tağıyevin, düz yazmışam. Şirvani coğrafiya şünası idi. Tağıyev isə nə idi? Burjua nümayəndəsi idi. Bir də bunu Hacı Zeynalabdin Tağıyevi ziyalıya götürməyək. Uşaqlar çox vaxt qalır ki, ay müəllim, niyə ziyalı, belə ziyalı elə. Bu ziyalı kim götürəsiz? Elm adamlarını. Bu yazıqda yazmağı bilmirdi heç. Neft yadınızda saxlayırsınız ki, fantan vuran neftə görə fantan vurur neft, ondan sonra varlanır da. Yəni bunu pulluya götürərsiniz. Burjuaziya pullu deməkdir. Belə deyim, yadınızda qalsın. Yəni heç vaxt onu ziyalıya götürə bilməzsiniz. Ziyalı çünki elm adamıdır. O yazıqda heç yazmağı, oxumağı bilmirdi. Ona görə siz onu ziyalıya götürməyəsiniz. Burjuaziyaya götürərsiniz. Sonra heç nə daha qutardı. Bir də Cənubi Azərbaycandan Rüşdiyə var idi. Qoy onu da yazım bura. Mədəniyyəti çox da yazıb uzatmaq istəmədim. Nasıl şeydir? Maraqsız gəlir uşaqlara çünki. Deməli, Cənubi Azərbaycanda nə yazırdım? Üsul-i Cədidi, Üsul-i Cədid. Məktəbi Rüşdiyəyə aiddir. Rüşdiyə. Belə yazanda yaxşı düşmür. Gəlin eləsə klaviaturadan yazın. Deməli, kimi yazacağım mən? Təbriz burada Təbriz, ümumiyyətən Təbriz. Təbriz Vəliyyətdeyşin adlanırdı. Vəliyyətdeyşin. İndi bura belə yazdım. Təbriz ümumiyyətlə əvvəlki dövrlərdən olan qüdrətini də qoruyub saxlayırdı. Yəni qüdrətli idi, ən məşhur şəhər idi. Ona görə də Təbriz həmişə kimi ön sıra şəhər idi. Sonra biz burada nə deyəcəyik? Darüşşəfa məktəbləri açılmışdı. Sonra Rüşdiyənin dediyi Üsul-i Cədid məktəbini açdırmışdı. Cənubi Azərbaycan ümumiyyətlə məktəblərindən qızlar üçün məktəbin açılmasında demək olar. Başqa yəni təhsil inkişaf eləyirdi. Buradan elə də bir şey demək olmur. Sonra Cənubi Azərbaycana 1848-1852-ci illərdə Babilər üsyanı idi. 1850 ən güclüsü idi. Sonra biz deyəcəyik ki, Zəncan üsyanı idi. O da Zəncan üsyanı. Sonra Talbuta qarşı da var idi. Sonra üsyan qaldırır əhali. Deməli, ləğv eləyir onun şərtini. Şərtində də nə deyirdi müqavilənin? Talbot bütün tütünləri falan gətirib satacaqdı və əvəzində də çox balaca bir məbləğ verəcəkdi. Və əhali də bundan nə olur? Narazı olur. Belə uşaqlar izlədiyiniz üçün təşəkkürlər. Reklamımızı da eləyək. Əgər kimlərsə ödənişli dərslərimizə qoşulmaq istəyirsə, indirim var.
Cəmi cümlətanı 30 azin ödəməklə həftənin 7 günü olacaq məşğələmizə qoşula bilər. Qoşulmaq istəyirsinizsə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qoşulmaq istəmirsinizsə də canlı sağ olsun. Hər birinizə uğurlar. Hansısa mövzunun izahının gəlməyini istəyirsinizsə rəylərə də yaza bilərsiniz. Mənim üçün xoş olar. Hələlik özünüzə yaxşı baxın.